Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'l murselin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Möhtərəm qardaşlar, bildiyiniz kimi bugün biz orucun və gecə namazının müxtəsər əhkamları barədə danışacaq. Lakin əhkamlardan ümumən danışmaqdan öncə biz gərək başa düşək ki, bu əhkamlar Allah Subhanahu wa Ta'ala tərəfindən bizə nazil olub. Quran-ı Kərimdə və Səhih Sünnədə bizə bütün təfsilatı ilə açıqlanıb. Və başa düşmək lazımdır ki, qardaşlar, hər bir ibadət qəbul olunmaq üçün iki dənə əsas şərt olmalıdır. Birincisi, bu ibadət xalis Allah üçün olmalıdır. Xalis Allah üçün. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur: "Va'budullaha və la tuşriku bihi şey'a." Tək Allah'a ibadət edin və ona şərik qoşmayın. Yəni bütün ibadətləri xalis Allah üçün edin. Allahdan qeyrisinə etməyin və yaxud da Allah üçün edərək kiminsə qabağında ibadəti göstərməyin. Xalis Allah üçün olmalıdır. Bu birinci şərtdir. İkinci şərt isə bu ibadət necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm və necə ki Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə bizə başa salıb, belə etməliyik. Ona görə neçə yerdə Quran-ı Kərimdə Allah Subhanahu wa Ta'ala ona və Peyğəmbərə itaat etmə əmr edir. Ati'ullah və ati'ur Rasul. Allaha və onun elçisinə itaat edin. Neçə dənə belə ayə var. Başqa bir ayədə hətta Allah Subhanahu wa Ta'ala buyurur ki: "Mən yuti'ur Rasul fəqad ata'allah." Allahın elçisinə kim tabi olubsa, Allaha tabi olub. Ona görə də təkcə Allah üçün edirəm bu ibadəti, ürəyim təmizdir, öyrənmirəm, belə eləmək olmaz. Biz gərək öyrənək. Çünki Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə və Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsində bizə başa salıb, biz bu ibadətləri necə etməliyik? Və bu da la ilahe illallah Muhammedun Resulullah'ın mənasıdır. İnsan müsəlman olanda la ilahe illallah deyir. Yəni ibadət yalnız Allah'adır. Lakin bu kifayət deyil. Sonra deyirsə Muhammedun Resulullah. Ki bu ibadətləri yalnız Muhammed necə mənə baş salıb, onun elçisi belə etməliyim. Bu da la ilahe illallah Muhammed Resulullah'ın mənası. O ki qaldı əhkamlara başlayaq Allahın izni ilə. Əvvəl orucun əhkamları. Oruc, qardaşlar, ərəb dilində bir şeydən çəkinmək deməkdir. Bir şey qoymaq, siyam mənasıdır. Hər bir şey. Lakin şərrin mənası o şeyləri ki, orucu pozur, onlardan çəkinmək. Sübh namazdan məğribəcə. Və həmçinin Allah üçün edərək. Bu şərt də mühümdür. Bəziləri arıqlamaq üçün oruç tutur. Yox. Dediyimiz kimi bu ibadət Allah üçün olmalıdır. Və o ki qaldı onun hökmü, orucun hökmü, xüsusən Ramazanda orucun hökmü vacibdir. Oruc hər bir müsəlmana vacibdir. Müsəlman həddi buluğa çatmış, ağıl sahibi və gücü, imkanı olan. Ona görə Allah Subhanahu wa Ta'ala buyurur Quranda: "Ya eyyuhellezine amenu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum leallekum tettekun." Ey iman gətirənlər, sizə oruc ibadəti vacib oldu. Vacib oldu. Bu ayə göstərir ki, oruc vacibdir. Kema kutiba alellezine min qablikum. Necə ki sizdən öncə olan ümmətlərə vacib idi. Yəni təkcə Muhammed sallallahu aleyhi və səlləm davamçıları yox, bütün peyğəmbərlərdə oruc ibadəti var idi. Leallekum tettekun. Sonra da Allah Subhanahu mənası deyir. Niyə görə oruc ibadəti tuturuq? Bu ibadəti edirik?
oruç tuturuq, لَعَلَّكُمْ تَتَّقُونَ ki siz təqvalı olasınız, düzələsiniz, Allahdan daha çox qorxasınız, salih insan olasınız. Budur qardaşlar orucun mənası. Orucun mənası yemək, içmək, tərk eləmək deyil. Bəzi insanlar düzgün başa düşmürlər. Əsas məna, məqsəd orucluqdan Allahın razılığını qazanmaq və özünü düzəlməkdir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur, Mən ləm yədə qavlu zur vəl-əməli bihi fəleysə lillahi həcə ən yədə ta'amahu və şərab. O kəs ki, oruç tutaraq pis əməlləri tərk eləmir, günah sözləri istifadə etməyə tərk eləmir, yaramaz işlərdən uzaq olmur, Allah subhanahu wa ta'ala istəmir ki, o ehtiyacı yoxdur ki, belə bir insan yeməyini və içməyini tərk eləsin. Əsas məqsəd günahları tərk eləməkdir. Və həmçinin orucluğun vacibliyinə bir qeyd etdiyimiz ayə Bəqərə surəsindədir və həmçinin orucluğun vacibliyinə bir çox hədislər dəlalət edir. Onlardan biri də Peyğəmbər sallallahu aleyhi ve sellem 5 sütun hədisidir. Harada ki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Buniyəl İslam alə xams. İslam 5 sütunun üzərində qurulub. La ilahe illallah, Muhammed Rasulullah birinci sütun, sonra namaz, sonra zəkat, sonra həc və sonra Ramadan. Orucu. Biz burada görürük ki, Ramazan orucu ən vacib əməllərdən biridir. Nəinki adi vacib ibadətdir, hətta İslamın sütunudur. İslamın 5 dənə sütunu var, onlardan biri də Ramazanda oruç tutmaq. O ki, qaldı qardaşlar savaba, yəni nə savab gözləyir bizi, oruç tutanı. Bu barədə çoxlu hədislər var. Peyğəmbər sallallahu aleyhi ve sellem məsələn deyir ki, Mən sâmə Ramadanı imanən və ihtisabəğufirə ləhu mə təqəddəm min zəmbi. Kim ki, Ramazanı orucunu tutarsa, imanla, yəni ixlasla, baxın, yenə də ixlas mühümdür. İxlasla Allah üçün tutarsa, və ihtisabən və Allahdan savab umaraq, ona keçmiş bütün günahlar bağışlanacaq. Görün nə dərəcədə fəzilətli ibadətdir, qardaşlar. Həmçinin o orucun savabına başqa bir hədis dəlalət edir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, orucla Quran-ı Kərim yəşfə'ani lil-abd yevmül qiyam. Bu iki dənə əməl, Quran-ı Kərimi oxumaq və oruç tutmaq o qədər əzəmətli ibadətlərdir ki, onlar qiyamət günü insan şəklində, hərəsi bir insan şəklində gələcək və şəfaət edəcək. Oruc deyəcək ki, ey Rəbb, mənə görə o hac qaldı, günorta vaxtı. Yeməkdən məhrum oldu, içməkdən. Bunu səbəb elə ki, bağışlansın. Və Quran-ı Kərimi oxumaq, bu əməl deyəcək ki, ya Rəbbim, günorta oruç tutdu, gecə isə Quran oxudu. Mənə görə gecələri yatmadı. Ona görə şəfaətçi elə məni. Yəni, şəfaət edəcəklə bu əməllər. Budur, görürsünüz, nə dərəcədə əzəmətli ibadətdir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem deyərdi ki, Kullu əməl ibn Adəm ləh illə siyam fə innəhu li və ənə cizbihi. Hər əməl, xeyir əməl, Adəm övladı eləyən xeyir əməl, onun məlum bir savabı var. Və necə başqa hədisdə gəlir, bir əməl eləyəndə 10 dəfə artırılır. Və hərdən 700-ə qədər artıra bilər Allah subhanahu wa ta'ala onun savabını. Lakin sonra nə deyir? Peyğəmbər sallallahu aleyhi ve sellem hədis qudsuda, yəni Allahdan rivayət edir, deyir, orucluqdan başqa. Orucun savabı ondan da böyükdür. O xalis mənim üçün edir onu və mən də onun mükafatını verəcəm. Və burada da mühüm məqam var, qardaşlar. Niyə görə? Çox adam sual verir. Niyə görə Allah subhanahu wa ta'ala orucu başqa ibadətlərdən ayrıldı? Və bəyan elədi ki, onun savabı fərqlənir başqa ibadətlərdən. Daha böyükdür. Çünki necə alimlər bəyan ediblər, oruc o ibadətdir ki, insanlar onu görmür. Oruç tutan adam gedir, gəlir, işləyir, hətta yatır. Bax ki, bütün bu vaxt ibadətdədir. Və oruc ibadətə demək olar ki, riya daxil ola bilməz. Başqa ibadətlər fərqli olaraq. Namaz qılanda səni görürlər. Sədəqə verəndə bilirlər. Həccə gedəndə hamısı bilir, filan kəs getdi həccə.
Lakin oruc belə ibadətdir, görsənmir. Və insan çox vaxt tək qalır. İstəsə poza bilər orucu. Heç kim də onu görmür. Lakin pozmur. Ona görə bu ibadətə ixlas məsələsi yüksək səviyyədə olduğu üçün Allah subhanahu teala bu ibadətə xüsusi əcr verir, xüsusi savab verir. Və digər hədislər, qardaşlar, oruc barədə çoxdur, oruc savabı barədə. Həmçinin bilmək lazımdır ki, orucun vacibliyi şərtləri var. Nə vaxt və kimin üçün oruc vacibdir? Birinci, müsəlman üçün. Çünki qeyri-müsəlman oruç tutmağa vacib deyil ona. Əmrici İslamdır. Və həmçinin ikinci, əl-buluq, yəni həddə buluğa çatmaq. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, rufiyəl qələmu an thələthə. 3 dənə insan var ki, qələm, yəni əməl qələmi, əməllər yazılmır ona. Nə günahlar, nə də savablar. Kimdir o? Yatan insan ayılanacan, uşaq böyüyənəcən və ağlı itirən adam ta ağlı qaydanacan. Və onu göstərir ki, heç bir ibadət, vacib ibadət onun üçün vacib deyil. Yəni, orucdur həmçinin. Lakin o demək deyil ki, uşaqları tərk eləmək lazımdır, öyrətmək lazım deyil. Yox. Ona görə sahabələr, onlar hətta balaca uşaqları öyrədərdilər oruç tutmağı. Deyərdilər, nə qədər bacarırsa tut. Hətta onlar üçün müəyyən oyuncaqlar düzəldərdilər, mükafatlar eləyərdilər, acıyanda verərdilər onlara ki, başları qarışsın. Və həmçinin başqa ibadətlər, qardaşlar. Lazım deyil gözləmə həddi bulağı, hətta bu yaşlı çatmaq üçün, namazı öyrətmək üçün, oruç tutmaq üçün. Yox, uşaqlıqdan yavaş-yavaş öyrət uşağı. Və həmçinin biz dedik ağıl və 4-cü mühüm şərt qüdrət, yəni imkan. O da iki dənə məsələdə cəm olunur. Birincisi sağlamlıq. İnsan gərək sağlam olsun. Əgər oruc tutmaq sağlamlığa ziyan gətirirsə, məsələn, davamlı bir xəstəliyi var, tutsa daha pis olacaq və yaxud da başqa bir davamlı deyil, adi bir xəstəlikdir, lakin tutsa oruc çətin gələcək və yaxud da o şəfa olmaq üçün mani olacaq və ya gecikdirəcək, hətta gecikdirsə, tutmaq düzgün deyil. Tutmaq düzgün deyil. Ona görə Allah subhanahu teala Quran-ı Kərimdə buyurur ki, وَمَنْ كَانَ مَرِيدًا عَوَّلَ سَفَرٍ فَعِدَّةٌ مِنْ اَيَّامٍ اُخَرٍ. Əgər bir kəs xəstədirsə və yaxud da müsafirdirsə, onda qoy orucu başqa bir günlərdə tutsun, yəni Ramazanda tutmasın. Və ikinci də biz görürük nədir? Səfər olmamaq. Çünki səfər, qardaşlar, çətinlikdir. Hətta müasir vaxtda olan səfər, təyyaralar, maşınlar, istifadə etsən də çətinlik var. Ona görə də şəriət icazə verib müsafir insana orucu pozmaq. Hansı əfsəldir müsafir üçün? Orucu saxlamaq ya orucu pozmaq? Hər ikisi də olar, lakin asan olan daha əfsəldir. Asan olan daha əfsəldir. Yəni, əgər insan üçün oruç tutmaq asandır, onda qoy oruç tutsun. Çünki Ramazanda edilən ibadət başqa ibadətlərlə eyni deyil. Yəni, Ramazanda tutulan oruc, başqa günlərdə tutulan orucla eyni deyil. Çünki burada ayın da fəziləti var. Həm Ramazan orucu var, həm ayın da fəziləti var. Lakin çətinlik varsa, sözsüz ki, tutmaq düzgün deyil, yəni məsləhət deyil və bəzi hallarda hətta qadağan ola bilər. Əgər sən xəstəsənsə və yaxud da səfərdəsən və oruc sənə pis təsir edir sağlamlığa, onda sənə haramdır tutmaq. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin birində dedi ki, səfərdə oruç tutmağın xeyri yoxdur. Belə hədis var. Nə zaman Peyğəmbər sallallahu əleyhi və səlləm onu dedi? O vaxt ki, gördü, insanlar yığılıblar kiminsə ətrafında. Dedi, nə olub ona, bu insana? Dedilər, o oruçdur səfərdə, özünü itirib. Özünü itirib və istiydi. Günəş altında. Peyğəmbər sallallahu əleyhi və səlləm onu gördü, dedi ki, belə orucda, belə səfərdə oruç tutmaq xeyri yoxdur. Və həmçinin indi bu ibadət özü, qardaşlar, hər ibadətin birisi ki, ərkanları var. Yəni, əsas əməlləri, hansı ki, bu ibadəti səhih eləyir. Orucluqda 2 dənə əsas rukun var. Oruclu ibadəti səhih olmaq üçün. Birincisi,
Əl-imsak anil mufattirat. Yəni o şeylərdən ki, orucu pozur, onlardan çəkinməlisən. Ona görə fikir versəniz, qardaşlar, oruc ibadəti özü çəkinmə ibadətidir. Yəni ibadətlər müxtəlifdir. Bəzi ibadətlər və ibadətlərin çoxsu əməl ibadətləridir. Allah səndən əmr il, nəsə eləyəsən. Məsələn, namaz eləyəsən. Düzdür? Məsələn, həccə gedəsən. Bunlar əməl ibadətlərdir. Bəzi ibadətlər isə çəkinmə ibadətidir. Səndə çəkinmək lazımdır. Oruc vaxtı, yəni çəkinməlisən. Çünki Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur: "Və kulu veşrabu hatta yetebeynekumul xaytul abyad minel xaytil asvadi minel fecr. Thumma atimus siyam ilal-leyl." Sübhün ağ sapı qara sapından sizə aydın olana dək yeyin için. Sonra gecəyə dək orucu tamamlayın. Biz bu ayədə görürük, Bəqərə surəsində də görürük ki, gərək orucun birinci rukunu odur ki, çəkinmək. O şeyləri ki, orucu pozur. Və ikinci rukun, bu ibadəti mütləq niyyətlə tutmaq. Və niyyət də, qardaşlar, birinci biz dedik ki, bəli, Allah üçün olmalıdır, bir. Və ikinci, oruc vaxtı başlanandan qabaq artıq səndə niyyət olmalıdır. Çünki birincisi, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "İnneməl a'malu bin-niyyət." Əməllərə Allah subhanahu wa ta'ala niyyətlərə görə mükafat və ya cəza verir. Və başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim orucu gecədə niyyət etməyib, onun orucu sayılmaz. Yəni sən sübh namazından qabaq artıq sənin niyyətin olmalıdır ki, sən sabah oruç tutursan. Niyyət dillə demək lazım deyil və nəsə ayrıca bir əməl etmək lazım deyil. Sadəcə insan əgər bilir ki, sabah oruç tutacaq, bu artıq niyyətdir. O onu görsədir ki, məsələn, insan tutaq ki, səfərdədir və oruç tutmur, çünki səfərdədir. Sonra sübh namazı artıq girdi. Sonra dedi ki, mən heç də yeməmişəm. Bəlkə oruç tutsun. Bu oruc düzgün deyil. Ramazanda düzgün deyil. Lakin sünnə oruclarda, müstəhəb oruclarda olar. Ramazanda niyə görə düzgün deyil? Bu hədisə görə. Peyğəmbər sallallahu kim gecədən oruç tutmayıb, tuta bilməz. Niyə görə sünnə oruclarda olar? Çünki Ayşədən rivayət olunur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün gəlib deyir ki, ya Ayşə, yemək nə var evdə? Yəni artıq oruc vaxtı deyil. Yemək nə var? Ayşə deyir ki, heç nə yoxdur. Onda Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, onda mən orucum bugün. Onda mən orucum. Yəni onu göstərir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gecədə niyyət etməyib. Aydın qardaşlar, bu hansı oruca aiddir? Müstəhəb oruclar. Deyir, onda mən orucum. Və sonra Ayşə deyir ki, günlərin bir gündə Peyğəmbər oruc idi. Aleyhissalatu vesselam. Və gəldi, dedi ki, Ayşə, yeməyə bir şey var? Mən dedim, var. Dedi, onda mən pozuram orucu. Və o onu göstərir ki, Ramazandan fərqli olaraq müstəhəb orucu pozmaq olar. Düzdür, savabdan məhrum olsun, lakin olar. İnsan günah daşımır. Lakin Ramazan orucu birincisi niyyət gecədən olmalıdır və ikincisi səbəb olmadan, şərri səbəb olmadan pozmaq olmaz. Günahdır. Bu ibadət yaxşı, hikməti nədir? Nəyə görə Allah subhanahu wa ta'ala orucluğu vacib etdi? Bir çox hikmətlər var və bu barədə çox danışmaq olar. Lakin ən birinci dediyimiz kimi nəfsi təmizləmək üçün. Çünki sən insan yeməyi, içməyi tərk eləyəndə hansı ki, əslində halal şeylərdir. Yemək, içmək halaldır. Sən o halalı tərk eləyirsən, sən bundan sonra günah etməməlisən. O şeylər ki, nəinki halal, yemək, içmək, sən onsuz yaşaya bilmərsən. Yemək içsən, içməksən, amma ki, sən onu tərk elə bilirsən. Və sən özünü sübut eləyirsən ki, sən hər bir haramı tərk elə bilərsən. İstər içki olsun, istər sigaret olsun, istər qeybət olsun, harama baxmaq olsun, hər şey tərk elə bilərsən. Sən orucluqda bunu sübut eləyirsən. Sən yemək, içmək, əsas şeyləri, hansı ki, bunsuz yaşaya bilmərsən, tərk eləyirsən. Ona görə ən birinci, qardaşlar, oruc gərək səni təmizləsin, qəlbini təmizləsin, nəfsini təmizləsin. Və həmçinin aydındır ki, insan ac olanda artıq pis əməllərə gücü qalmır, etmir. Şəhvəti zəifləyir. Bu da səbəbdir, bu da hikmətlərdəndir. Və həmçinin insan oruç tutanda
kasıbların vəziyyətini başa düşür. Ac olmaq nə deməkdir başa düşür. Bundan qabaq bəlkə eşidirdi. Lakin başa düşmürdü. İndi özü hiss edir. Özü hiss edir kasıb qonşu, kasıb qohumu, kasıb işçisi nələr çəkir. Yemək tapmayanda. Ona görə beləliklə bu ibadətlə varlı insanların, imkanı olan insanların kasıblarla əlaqə düzəlir. Və ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm necə İbn Abbasın hədisdə gəlib, deyir, səxavətli idi. Çox kömək edərdi insanlar. Lakin Ramazanda xüsusən səxavətli olardı. Çox kömək edərdi. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim oruç tutanı yedizdirsə, o oruç tutanın savabını qazanır. Yəni bir onun kimi oruç tutub. Ona görə görürsünüz, bu ayda elhamdülillah müsəlmanlar çalışırlar. Kasıb müsəlmanları yedizdirsinlər. Və sair hikmətlər. O ki, qaldı orucu pozan şeylər. Biz deyik ki, sübhdən məqribəcən orucu pozan əməllərdən uzaq olmalıdır. Yaxşı, orucu nə pozur? İndi bu barədə danışacaq. Birincisi, əlbəttə ki, yemək və içmək. Yemək və içmək və onun hökmündə olan hər şey. Çünki Allah subhanahu wa ta'ala deyir ki, وَكُلُوا وَشْرَبُوا حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الْأَبْيَضُ مِنَ الْخَيْطِ الْأَسْوَدِ. Yeyin və için. Sübh namazıdır. Və həmçinin yeməyin hökmündə nə ola bilər, qardaşlar? Məsələn, iynə. Yəni, iynələr var ki, orada qidalıcı vitaminlər var. Və sistem deyirlər məsələn və s. Onlar hamısı yeməyin hökmündədir. Və həmçinin yeməyin hökmündə sigaretdir. Çünki mədəyə düşür. Mədə düşür. Ona görə görürsünüz ki, sigaret çəkən adam çox vaxt, ən çətin onu sigaret daha mühümdür onun üçün. Çox vaxt, yeməkdə, içməkdən. Onu göstərir ki, bədən tələb edir. Və həmçinin yemək içməyin hökmündə məsələn burun təmizləmək su ilə və s. neynəsə ki, o su gəlib düşür ora. Burun təmizləmək olar, burun damcıları vurmaq olar. Lakin gəlir qarına, insan qarına işin düşməsin. Və digər şeylər. Əsas nədir? Alimlər nə bəyan ediblər? Mədəyə heç nə düşməməlidir. Əgər mədəyə nəsə düşürsə bir. Və yaxud da insanı qida verir insana. Çünki bilirsiniz ki, bəyən bir iynələr var, vitaminlər var, sistemlər var ki, insan onlardan istifadə etsə, yemək, içmək ehtiyac da olmaz. Lazım olan vitaminləri oradan qəbul edir. Onda bu orucu pozur. Və həmçinin cinsi əlaqə. Orucu pozur. Çünki Peyğəmbər sallallahu vaxtında bir sahabi bunu etdi və gəldi deyə, Rasulullah, mən belə bir əməl etmişəm və Peyğəmbər sallallahu ona əmr elədi, kəffara versin. Əslində cinsi əlaqə ən böyük günahdır orucu pozmaqda. Yəni qəsdən yeyib içmək günahdır, lakin cinsi əlaqə ən böyük günahdır. Ona görə məhz cinsi əlaqəyə görə şiddətli kəffara var. İnsan gərək azad eləsin qulu, əgər qul varsa, indi aydın qul yoxdur, onda oruç tutsun 60 gün, təsəvvür edin, 60 gün. Ona görə də qardaşlar, yəni burada görürsünüz, orucun mənasını göstərilir. Oruç təkcə diyetə deyil. Burada əsas nədir? Yeməkdən və şəhvətdən, necə Peyğəmbər hədisində buyurur, o mənim qulum, Allah subhanahu ta'ala deyir, mənim qulum mənə görə yeməkdən və içməkdən və şəhvətdən uzaq olur. Və həmçinin qəslən qusmaq. Bu da orucu pozur. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən dəra'ul qayb fələys aleyh qada. Əgər insan qəslən qusmadısa, onda qəza etməməlidir. Lakin insan əgər özü qəslən qustu, varmağını saldı və nəsə elədi ki, məsələn, mədəsini təmizləsin, ola bilsin, zəhərlənib, ehtiyacı var və s. Əgər eləyibsə, onda Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, fəliyaqdı, qoy o qəzasını tutsun. Və həmçinin heyz və nifas, qadınlar üçün. Bu da orucu pozur və hətta bu heyzli və nifaslı qadın oruç tuta bilməz. Qadağandır. Fikir verin, məsələn, biz dedik ki, səfərdə və xəstə olanda tutmaq hərdən vacibdir, hərdən müstəhəbdir, hərdən olmaz. Lakin birdən bir insan, biz görürük ki, oruç tutur, səhhətinə pis təsir edir.
Biz onu deyir ki, oruç tutma. O deyir, yox, tutacağım. Sual yaranır, bunun orucu səhihdir ya yox? Cavab səhihdir. Düzdür, günah daşıyır, lakin orucu səhihdir. Lakin heyzli və nifazlı qadın belə deyil. Hətta istəsə də, tutsa da o oruç sayılmır. O oruç sayılmır. Və namazdan fərqli olaraq biz bilirik ki, heyzli və nifazlı qadın namaz qəzasını qılmır. Lakin orucu qəzasını tutacaq. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə bu göstərilir. Bu vacib əməlləridir. O ki, qaldı məkruh əməllər, bəyənilməyən əməllər oruç tutan üçün. Birincisi, burunu təmizləyəndə şiddətli təmizləmək, dəstəmaz alanda. Çünki başqa hallarda, başqa vaxtlarda burnu çox təmizləmək bəyənilir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Və bəliğ fil istinşaq illə an takuna saim." Burnu təmizləyəndə yaxşı təmizləyin, oruç vaxtı istisna olmaqla. Yəni oruç tutanda yaxşı təmizləmin. Şiddət günəyə görə, çünki düşə bilər su. Ona görə bu məkruh əməllərdəndir. Və həmçinin dediyimiz kimi lazım olmayan söhbətlər etmək, qeybət etmək, bu ümumiyyətlə qeybət qadağandır, ümumiyyətlə yalan danışma qadağandır. Lakin oruc vaxtı sən xələl gətirirsən savaba, hətta oruca təsir edir. Necə biz gördük bu hədislərdə. Ona görə insan gərək oruc vaxtı, qardaşlar, bu oruc ibadətini qorusun. Hətta bəzi sahabələrdən, necə Əbu Hüreyrədən və digərlərdən rivayət olunub ki, onlar oruc vaxtı məğribəcən oturardılar məsciddə. Məsciddə oturardılar, Quran oxuyardılar, Allah'ı zikr edərlər, dua edərlər. Soruşanda deyərlər ki, biz orucumuzu qoruyuruq. Çünki istər-istəməz çıxanda nəsə qeybət eləyə bilərik, harama baxa bilərik və s. Ona görə insan gərək qorusun orucu, qardaşlar. Təkcə yeməkdə, içməkdə yox və hətta yaramaz əməllərdəndir. Və həmçinin yeməyin dadına baxmaq. Yeməyin dadına baxmaq olar, lakin ehtiyac varsın. Sən qadın yemək pişirir, baxa bilər. O şərtlə ki, yeməyi udmasın. Amma ehtiyac yoxdursa, bu şeydən çəkinmək lazımdır. Və digər məkruh əməllərdən. O ki, gəldi müstəhəb əməllərdən, qardaşlar. İndi keçirik müstəhəb əməllərə. Ən birincisi, iftarı tələsdirmək. İftarı tələsdirmək. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "La yazalun nasu bi xeyr ma ajjalu fitr." İnsanlar xeyir içində olacaqlar əgər iftarı tez eləsinlər. Ona görə vaxtı gələndə iftarı aç. Görürsünüz ki, bəzi insanlar uydururlar. Deyirlər ki, məsələn, bu bir vaxtı imsak, ehtiyac üçün 10-15 dəqiqə saxlayaq. Yox, bu hamısı Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə müxalifdir. Əksinə, vaxt gələndə dərhal gəlir açasın. Hətta bəzi alimlər bu məsələdə şiddətli idilər. Deyirlər ki, heç nə olmayanda da tüpürcəvi yığ, ud onu. Yəni o qədər də bu məsələ mühümdür. Ona görə imkan var, əgər varsa, oruç tut. Yəni tez onu aç. Və iftar da müstəhəb nədir, qardaşlar? O rutab deyilən xurma, yəni təzə xurmalarla, o sulu xurma deyilir ona, onu açmaq. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, hədisdə rivayət olunur ki, "Kən Rasulullah sallallahu əleyhi və səlləm yuftur alə rutabatin qabla an yusalli." Peyğəmbər sallallahu orucu atarcı açanda rutab, həmin o yumşaq xurmaları yeyərdi. Qabla an yusalli, namaz qılmaqdan qabaq. Fikir verin qardaşlar, burada mühüm məsələ var. Bu hədisdə göstərilir ki, namazacan, məğrib namazınacan tam yemək düzgün deyil. Hətta tibb baxımından da bu düzgün deyil. Çünki sən neçə saat ac idin. Dərhal başlayırsan mədəni doldurmağa, yeməklə, içməklə, isti su, soğuk, soyuq və s. Ona görə Peyğəmbər sallallahu görürsünüz, nə edərdi? Rutabat. Rutabat yəni bir neçə xurmalarla açardı iftarını, biraz su içərdi, gedərdi məğrib namazını qılardı. Artıq sənin mədəni öyrəşir yeməyə, sonra qayıdardı, çörək yeyərdi. Bu da sünnə. Ona görürsünüz, bu sünnə tərk eləyiblər insanlar deyənə, həm səhətlərinə ziyan vururlar və həmçin məğrib namazını buraxırlar. Görürsən ki, əfsuslar olsun, bəzi məscidlərdə məğrib namazda heç kim yoxdur. Ya azdır adamlar. Çünki hamısı oturub çörək yeyir. Və həmçinin sonra həmin hədisdə deyir ki, əgər rutabat, yəni bu təzə dəyən xurma olmasa, onda quru xurmalarla açardı. O olmasa, onda su ilə açardı. Bu tərtiblə, bu müstəhəbdir, bu üslubla orucu açmaq. Və həmçinin necə ki, iftarı tələsdirmək və həmçinin suhurudur gecikdirmək, qardaşlar. Bu da sünnədir. Burada da bəzi insanlar
belə bir yenilik eləyirlər. Deyirlər imsak vaxtı. Məsələn, yarım saat qabaq ehtiyat üçün biz artıq yemirik, içmirik. Yox, düzgün deyil. Hətta hədislərin birində Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər kimsə yiyirdi sizdən, yiyir və içir, xüsusən içmək və azan verildi, qab da əlindədir. Deyir, qoy içsin, qutarsın o həmin suyu. Yəni, qoymasın, tərk eləməsin, fikir verin, azan gedir. Lakin bu mühüm nədir? Əsas odur ki, azandan qabaq başlamayasın. Daha doğrusu, əsas odur ki, azandan qabaq başlayasın. Yox, azan verildisə, artıq ayrıca yeməyə toxunmaq düzgün deyil. Və lakin əgər başlamısansa və azan verilir, o suyu içib qutara bilərsən. Bu onu göstərir ki, qardaşlar, ki, oruc, suxur gecikdirmək lazımdır. Və suxurdur, bərəkətdir, qardaşlar. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Təsahharu fe inne fis-suhuri baraka." Suxur edin. Çünki orada bərəkət var. Nəyə görə bərəkət var, qardaşlar? Çünki insan güc yığır. Qabaqda uzun gündür. Sənə çətin olacaq oruç tutmaq. Hətta biz bəzi hədislərdə gəlib ki, bu ümmətin fərqidir. Başqa ümmətlərdə oruç tutanda onlarda suxur yox idi. Lakin Allah Subhanahu taala asanlaşdırıb. Deyir, güc yığ, suxur et. Və həmçinin müstəhəb əməllərdən əlbəttə ki, qardaşlar, yəni Quran oxumaq, zikr etmək, sədəqə vermək, dua etmək, xüsusən də axırıncı gecənin 1/3 hissəsində. Bu dua üçün gözəl vaxtdır. Və hum yestəğfirun bil ashar. Allah Subhanahu taala möminləri vəsf edərək deyir Quran-ı Kərimdə ki, onlar suxur vaxtı Allahdan bağışlanma istəyirlər. Suxur vaxtı. Ona görə bu vaxt hətta orucdan kənar olanda da başqa vaxtı müstəhəbdir ki, ayılasan, dua eləsən bu vaxtı. Bu ən fəzilətli vaxtdır. İndi isə sən oruca görə onsuz da bu vaxt ayılmısan. Ayaqsın. Oyaqsın. Ona görə neynə? Yəni bu dualar elə, xüsusən istiğfar. Və həmçinin o ki qaldı o əməllər ki, icazə verir sənə orucu pozmaq. Orucu pozmaq icazə verən əməllər. Birinci dediyimiz kimi xəstəlikdir. İnsan xəstədirsə və orucu tuta bilmir və ya tutmaq çətindirsə, onda orucu poza bilər. Və həmçinin səfər dediyimiz kimi. Və şərt deyil ki, səfər uzun olsun və qısa olsun və çətinlik olsun. Əgər bu səfərdirsə, şəriət sənə icazə verir. Hətta çətinlik olmasa da. Xəstəlikdən fərqli olar. Bizdeki xəstəlikdə mütləq çətinlik olmalıdır. Lakin səfər belə deyil. Hətta Ənəsdən, bəzi sahabələrdən rivayət olunub ki, onlar oruç, əgər səfərə çıxanda, səfərə çıxmaqdan öncə, əgər bilirsə ki, səfərə çıxırlar, hazırlaşıblar artıq, evdən çıxırlar, orucu poza bilərlər. Orucu pozurlar və deyərlər ki, bu Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsidir. Bu məsələdə biraz diqqətli olun, qardaşlar. Bu, namazı qısaldmaq məsələsindən fərqli olaraq. Çünki namazı qısaldmaq və ya namazı birləşdirmək üçün mütləq gərək şəhərdən çıxasın ki, bunları eləyə biləsin. Və lakin orucluqda fərqlənir. Orucluqda hətta sən evdə, əgər bilirsən ki, artıq məsələn, gedirsən hava limanlar və s. gedirsən səfərə, poza bilərsən orucu. Çünki anası onu elədi və ondan soruşanda dedi ki, bu Peyğəmbərin sünnəsidir. Və həmçinin dediyimiz kimi heyz və nifas. Heyz və nifas. Və həmçinin hamiləlik və uşağı yedizdirmək. Bunlar da səbəbdir. Ona görə bu halda o da baxır ananın vəziyyətinə. Əgər qadın oruç tuta bilirsə, onda tutur. Və yox, çətinlik varsa, qorxur, özü üçün, özünə görə qorxur, uşağı üçün qorxur, onda deməli, poza bilər. Ərdən deyirlər ki, bilmirik, tuta bilərik ya yox. Onda bu halda alimlər buyururlar ki, həkimlə məsləhət elə. Bax, sənə həkim nədir, tuta bilərsən ya yox. Lakin, qadın azaddır, yəni orucu poza bilər. Əgər südəmər uşağı varsa və həmçinin hamilədirsə, orucu poza bilər və qəza da tutmalıdır. Qəza tutmalıdır və lakin bəzi alimlər icazə veriblər qadına qəzanın yerinə, xüsusən hamiləlik və uşağı yedizdirən qadına icazə veriblər bunun yerinə yedizdirmək.
oruç tutmamaq. Və bu İbn Abbasdan və İbn Omardan rivayət olunur ki, İbn Omarın qızı oruç tutardı, hamilə olardı. İbn Omar da ona əmr edir ki, sən yedizdir və o qəzanı saxlama. Qəza saxlama. Xüsusən o qadınlara aiddir ki, görürsən ki, ya uşaq olur, ya uşağı olur, ya hamilə olur, ya da ki, süzəmər uşağı olur və qəzalar yığılır. Neçə ay görürsən qəza olur. Ona görə bu rəydən bu rəyi götürə bilər həmin halda. Və sonunda qardaşlar, müxtəsər təravih namazı barədə danışaq. Təravih namazı əhkamları. Təravih namazı qardaşlar raha sözündəndir. Rahatçılıq. Nəyə görə təravih namazı rahatçılıq deyilir? Rahatçılıq sözü orada istifadə olunur. Çünki o fikir versəniz uzun qılınsa da arada fasilələr verilir. Arada oturursan 2 rükət, 2 rükət. Hərdən qılırsan 2 rükət, salam verirsən 5-10 dəqiqə gözləyirsən. O baxımdan ona təravih deyilir. Lakin ümumən qardaşlar, gecə namazı, təhəccüd və yaxud təravih, bunlar hamısı bir namazın adıdır. Bir namazın müxtəlif adlarıdır. Aydındır? Və sözsüz ki, bu ibadət böyük ibadətdir. Gecə namazı. Və təkcə Ramazanda olmamalıdır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem, Allah subhanahu Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَى أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا. Allah subhanahu taala əmr ilə Peyğəmbər üçün vacib idi hətta. Gecə namazları qıl. Gecə namazları qıl ki, Allah subhanahu taala sənin məqam mahmud, yəni böyük şəfaətçi olasan ümmətlər üçün. Və həmçinin fəzilətlərdən bu namaz, sünnət, müstəhəb namazlardan ən fəzilətli ibadət namazdır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Və afdalus-salat ba'dal-fərida salatul-leyl." Ən fəzilətli sünnət namazı vacib namazından sonra, 5 dənə vacib namazdan sonra nədir? Gecə namazıdır. Ən fəzilətli ibadətdir. Və həmçinin dediyimiz kimi bu vaxt, bu gecə namazı, gecə vaxtı ibadət eləmək, Peyğəmbər çoxlu dua eləyərdi. Hətta bir hədisdə buyurur ki, gecədə belə bir vaxt var, belə bir saat var. Əgər insan, müsəlman o saatda Allahdan nəsə istəsə, xeyir əməllər, istər dünya üçün, istər axirət üçün, Allah subhanahu mütləq verər. Onun dua olunan vaxtdır o. Və dediyimiz kimi müstəhəbdir, vacib deyil. Baxmayır ki, bəzi məzhəblərdə, hətta məsələn Əbu Hanifə məzhəbində onlar ona deyirlər vacib. Başqa 5 namaza fərz deyirlər, bunu isə vacib deyirlər. Yəni göstərirlər ki, fərzə yaxındır. Lakin səhih odur ki, vacib deyil, lakin çox bəyənilən əməldir. Çox bəyənilən, ona görə çalış, heç olmasa bir rükətdə olsa o namazı qıl, buraxma. Və çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Aleykum bi qiyamil-leyl." Gecə namazları qılın. Peyğəmbər sallallahu əleyhi və səlləm əmr edir. "Fə-innehu da'bus-salihin qablakum." Çünki o salih insanların bir əməli idi sizdən öncə. Bütün peyğəmbərlər və onların davamçıları, salih insanlar bu ibadət edərdilər. Və qurbatun ilə rabbikum, və həmçinin Allaha yaxınlaşmaqdır. Və mukaffiratun lis-seyyiat, və günahları bağışlamaq üçün və mənhatun lis-ism, və həmçinin səbəbdir ki, Allah subhanahu taala günahlardan səni uzaq edir, uzaqlaşdırır və bağışlayır. Yaxşı, bu namaz nə vaxt başlayır vaxtı? Başlayır bu namaz, qardaşlar, işa namazından sonra. İşa namazını qıldın, artıq gecə namazı qıla bilərsin. Vaxtı nə vaxt qutarır? Dediyimiz kimi fəcr, yəni sübh namazınacan. Yəni, çox uzun bir vaxt. Çox bir uzun vaxtdır və sən bu namazları bölə bilərsin. Şərt deyil ki, durub, məsələn, 8 rükət hamısını qılasan və yaxud da 11 rükət qılasan. Sən onu bütün gecə, yəni, bütün gecəyə bölüşdürə bilərsin gecədə. Lakin ən əfsəl vaxt nə vaxtı? Son 3də1, gecənin son 3də1. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, فَإِنَّ صَلَاةَ آخِرِ اللَّيْلِ مَشْهُودَ. Gecə namazı, axırıncı gecənin 3də1-də qılınan namaz, onların xüsusi şahidləri var, yəni mələkləri. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ən sevimli gecə namazı Davud əleyhissalamın namazıdır. Kənə yənəmu nisfəl-leyl, gecənin yarısını yatardı. Və yəqumu thuluthahu, sonra 3də1-ni qılardı. Və yənəmu sudusahu, sonra 6-1-ni gəndə yatardı. Biraz çətindir. Amma ən əfsəl ibadət budur. Yəni yatmaq, sonra ayılıb gecə namazı qılmaq, sonra yenə də sübhdən qalıb biraz da yatmaq.
Bu üçün nə etmək lazımdır? Biraz tez getmək lazımdır. O da bizdə biraz çətindir. Allah müstəhan. Yaxşı, neçə də rəkət qılınır? Peyğəmbər sallallahu əleyhi və səlləm necə Ayşə rivayət edir, Peyğəmbər sallallahu əleyhi və səlləm nə Ramazanda, nə qeyrisində 11 rükətdən çox qılmazdı. 11 rükətdən çox qılmazdı. Və bəzi hədislərdə Ayşədən gəlir və digərlərdən ki, 13 rükət qılardı. Və bir çox alimlər bəyan ediblər ki, o 13, yəni 2 rükət işanın sünnəsidir. Yəni 2 rükət sünnəsini qılardı, sonra başlayardı 11 rükət. Və şək yoxdur ki, bu da əfsəldir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm əməli idi. Və həmçinin sahabilərin əməli idi. Lakin, əgər kimsə çox qılırsa, buna görə tənqid etmək lazım deyil və namazdan çıxmaq və s. ixtilaf yaratmaq düzgün deyil. Çünki sələflərdən, böyük imamlardan varid olub ki, onlar qılıblar. Hətta 20 rükət, 42 rükət qılıblar. Ona görə Şeyxülislam İbn Teymiyyə rəhiməhullah gözəl bir söz deyir. Deyir, ən əfsəl sənin üçün daha təqvalı hansıdır və odur. Əgər sən xuşu tapırsan, rahatlıq tapırsan, çox rükət qılmaqda, çox rükət qıl. Və lakin yox, sən əgər az rükətdən, hətta 2 rükət olsun, sən əgər çox oxuyursan, xuşu ilə qılırsan o namaza, fikirləşirsən, Allah'a yaxınlaşırsan, ağlayırsan, dua edirsən Allah subhanahu wa ta'ala, onda bu da sənin üçün əfsəldir. Və dediyimiz kimi necə qılınır, indi necə qılınır bu namaz? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, məsnə, məsnə. Yəni 2 rükət, 2 rükət. Salatul leyli məsnə, məsnə. Gecə namazı 2 rükət qılınır. Sonra deyir Peyğəmbər sallallahu əleyhi və səlləm, əgər gördünüz ki, sübh yaxınlaşır, 1 rükət qılın. Yəni 2 qılırsan, sonra 1 rükət. Ona görə bu hədis, qardaşlar, bir çox alimlərin dəlillidir ki, 11 rükətdən çox qılma olar. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, namaz, gecə namazı 2. Yəni nə qədər istəsən 2 qıl. Görürsən ki, sübh yaxınlaşır, 1 rükət qıl, vitri və tamamla. Yaxşı qardaşlar, çox qardaşlar soruşur, o vitr nədir? Vitr nədir? Vitr qardaşlar tek deməkdir. Yəni tek rükət. Və vitr gecə namazından fərqli olan namazdır. Yəni biz 2, əgər sən axırda 1 rükət qılacaqsansə, bu vitrdir. Aydın qardaşlar, bundan qabaq olan şəfədir, yəni gecə namazıdır. Bu isə gecə namazının axırıdır, vitrdir. Vitr barədə nə bilmək lazımdır qardaşlar? Birincisi, vitr namazı gecə namazını tamamlayır. Vitr qılmasın, gecə namazı tamamlamaz. Bu bir. İkincisi, vitr namazı ayrıca namazdır. Ona görə 1 rükət də ola bilər, 3 də ola bilər, 5 də ola bilər, 7 də ola bilər. Aydındır? Məsələn, sən tutaq ki, 8 rükət qılmışsan gecə namazı, sonra 3 rükət təşəhhudsuz qılırsan. 3 rükət qılırsan təşəhhudsuz, yəni 2-ci rükət təşəhhuda oturmursan, axırda salam verirsən, bu vitrdir. Həmçinin 5 rükət də belə eləmək olar. Onda ki, Peyğəmbər sallallahu aleyhi ve sellem'dən varid olub, 7 rükət birdən qılardı, 9 rükət birdən qılardı. Və yaxud da qılardı, məsələn, 8 rükət, sonra axırda 9-cu rükətdə vitr elərdi. Ona görə burada nə bilmək lazımdır, qardaşlar? Sən bu 2 rükətləri həm bir yerdə qıla bilərsən, həm ayıra bilərsən. 2 ayıra bilərsən, ya 4 ayıra bilərsən. Əsas odur ki, axırda vitr eləyəsən. O vitri də sən ya 1 rükət eləyə bilər, istəsən 1 rükət qılarsan, istəsən 3, ya 5, ya 7 eləyə bilərsən. Əsas odur ki, o ayrı olsun. Aydındır qardaşlar. Və həmçin məqribə oxşamasın. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, vitri məqrib kimi qılmıyor. Yəni, 2-ci rükətdə təşəhhüdə oturursansa salam ver. Amma salam vermədən durursa 3-cü rükətdə sən artıq vitri oxşatdın nəyə? Məqribə. Yaxşı, nə əfsəldir qardaşlar? Meçiddə qılmaq və yaxud da evdə. Sözsüz ki, Ramazandan kənar evdə daha əfsəldir. Çünki meçiddə o namaz qılınmır. Lakin Ramazanda daha əfsəldir onu cəmaatda qılmaq. Nəyə görə qardaşlar? Birincisi, Peyğəmbər sallallahu aleyhi ve sellem qıldı onu. Ramazanda cəmaatla qılırdı. Necə hədislərin birində gəlib ki, 3də biri, gecənin 3də birini qılırdıq namaz. Peyğəmbər sallallahu aleyhi ve sellem. Və ikincisi, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem mühüm bir hədisi var qardaşlar. Və bunu hamımız bilməliyik. Çünki çox müsəlmana səhv edir. Deyir ki, mən qama ma'al imam hatta yansarif, kutibu lahu qiyamul leyl. Əgər sən gecə namazı qılırsan imamla axracan, sənə gecə namazının savabı yazılır. Ona görə görürsünüz, bəzilər nə edir? Vitri saxlayır evdə. Diyor, mən vitrəcən qılacağım, vitri qılmıram. 8 rükət qılır,
3 rükət evdə qılır. Və yaxud 10 rükət qılır, evdə qılır. Və yaxud da gecikir gecə namazına. Deyirəm, qılarım 4 rükət, axırda bitir, hamısını qılmaram. Yox, sən əgər qiyamul leyl, gecə namazı savabını tam almaq istəyirsənsə, o hədisdə kimi elə. Yəni, başda imamla və imamla da qutar. Əlhəmdülillah, neymətidir. İndi namaz uzun qılınmır. Lakin bu savabı nail olacaqsan. Və xülasə, müxtəsər idi bu, əlbəttə ki, orucun və gecə namazının müxtəsər əhkamları idi. Çoxsunu bilirəm ki, bilirdiniz. Lakin hamımız üçün təkrar oldu. Allah subhanahu ta'ala bizi eşitib faydalardan eləsin. Allah subhanahu ta'ala daha yaxşı bilir. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləm.